D-nin ən kiçik hansı giriş qiymətində alqoritmin nəticəsi 69 alınır. Nəticə n-dədir, yəni bizə deyir ki, çıxışa gedən n-in qiyməti 69 olar. Bunun üçün ilk öncə dövr sayını təyin etməliyik. N-in girişdə verilən qiyməti 14-dür və hər dəfə üzərinə 5 əlavə edilir. Onda üzərinə 5-i neçə dəfə gəlməliyəm ki, çıxışa gedən qiymət 69 olsun. Burada 5x olacaq 55 və x olacaq 11. Biz 11-i tapmaqla burada dövr sayını tapırıq ki, 11 dəfə burada dövr etmə olur. İndi D-nin qiymətini, D-nin hansı ən kiçik qiymətində indi D-ni tapacağım. S-in giriş qiyməti 29-dur, D buradadır. S-in giriş qiyməti 29-dur. Və hər dəfə üzərinə D-ni gəlir. 11 dəfə üzərinə D-ni gəlməliyəm. Çünki 11 dəfə dövr etmə var. 11-dir. Və 11 dəfə dövrdən sonra dövrdən çıxışa gedəcək. Dövrdən çıxışa getməyi üçün S-in qiyməti 2020-dən böyük bərabər olmalıdır ki, çıxışa gedək. Bu halda buradan tapacağım ki 11D böyükdür. 2020-dən çıxırıq 29-u. Bu eləyir 1991 və 11-ə bölsəm, onda D böyük olur 181-dən. Biz burada D-nin ən kiçik qiymətini tapa bilirik də. Çünki 181-dən böyük qiymətlər alır və D-nin ala biləcəyi ən kiçik qiymət olacaq. Burada bir bərabərlik var idi. D-nin alacağı ən kiçik qiymət olacaq elə 181-in özü. Doğru cavab 181.